Silikonlu Harvard məzunu və müasir çoban İsfəndiyar. Bir gün öncə iki məsələ gündəmi tümbətün elədi. Birincisi Harvard Universitetindən sertifikat çırpışdıran aparıcının atasız qızlarla bağlı xalqa məsləhəti, ikincisi də məşhur iş adamı, şipşirin sahibkar İsfəndiyar kişinin açıqlamaları. Bu söhbətlər bir-birinə üzvü surətdə o qədər bağlıdır ki, ayrı-ayrılıqda fikir bildirmək haqsızlıq, mən deyərdim ki, münafiqlikdir. Aparıcı xanımın atasız qızlarla bağlı düşüncələri feodal xarakter daşıyır. 21-ci əsrin bütün mənəvi kodekslərini yerlə bir edir. Bu silikonlu Harvard məzunu hələ də başa düşməyib ki, insan faili muxtardır. Ata-ananın elədiklərinə, yaşayışına, düşüncələrinə görə məsuliyyət daşımır. Bu valideyn qədri bilən Göyçək bu yaxınlarda anası yaşda qadını da verilişində danlayıb. Az qalırdı döysün. Adam istəyir desin ki, bu əşrəfi məxluqu niyə televiziyalara buraxırlar? Ancaq tez yadına düşür ki, buna sənin haqqın yoxdur. Özəl firmalardır. Nə istəsələr, kimi istəsələr göstərə bilərlər. Bəs neynəmiyorlar? Heç nə. Bu ay canı yanmışlar hələ indi cücəlir. Birazdan hər yerdə peyda olacaqlar. Elliklə bu şeyda gözəlin ölənlərinə rəhmət oxuyacağıq. İndi yaşamağın yolu budur. Bunlar kimi olmaq, zəvzəvləmək, şitənmək, özünü, abrını çölə qoymaq uğurun açarıdır. Niyə? Çünki başqa sahələri müasir çobanlar tutub. Bax elə biri bizim İsfəndiyar kişi. Özü deyir ki, çobanam. Çobanlıq çətin peşədir, ağır sənətdir, həm də şərəfli. Müəllim çobanlığın nə olduğunu bilmir, bilsə deməz. O əsl müasir Azərbaycanın iş adamıdır, uğurlu biznesmendir. Bir şey yadıma düşdü. Qoy danışım. Yadımdan çıxır. Kəndimizin Sovet dövründə elə indi də təhsilli çox yaxşı olub. Məktəbimiz nümunəvi məktəbdir. Kasıb-küsub balaları oxuyub adam olub. Nəysə bir qohum xanım var. Gəncliyindən həyat yoldaşını itirib. Yetimçiliklə 8 uşaq böyüdüb. Onlardan biri hərbi təhsil aldı. Böyüdü. Oldu polkovnik. Vəzifəyə gəldi. 1-2 ay çəkmədi tutuldu. Bir adam üzünə durdu ki, məndən 1000 manat alıb. Uşağımı əskərlikdən saxlayıbsan. Nədənsə uşaq evdə qaldı. Rüşvət verən kişiyə heç nə olmadı. Polkovnik tutuldu. 8 il sərasər türmədə oturdu. Ailə olmazın zülümlər çəkdi. Oxumayan uşaqlar işləyib türməyə yemək içmək daşıdı. Nə başınızı ağrıdım. Bir gün kəndə gedəndə həmin qohum arvadla yolda rastlaşdım. Xoş beşdən sonra məndən uşaqları soruşdu. Dedi, bala oğlum məktəbi qutardı, instituta girdi. Dedim hələ 2 ili var. Dedi xalan qurban, oxutma, oxuyanları tuturlar. İndi ay İsfəndiyar əmi, yaxşı ki yazıb oxuya bilmirsən, yoxsa çoxdan sizi də tutmuşdular. Bizim də xətrimizə dəyən sizin varlı olmağınız deyil, alimlərə 10-15 min dollar maaş verməyinizdir. Alimə o qədər pul verərlər, gül kimi acından ölürlər də. Yaxşı maaşı adam Harvard məzununa verər. Siz bizim qüsurumuza baxmayın. Heç bilənlə bilməyən bir ola bilərmi? Allah iş avadanlığı versin. Pullar gəlsin, şad xürrəm yaşayın. Alimlərdir də baş dolu, cib boş danışırlar da. İlham Əziz. Bakı Post Az.